Tamam. Time 2025'in pronoun bölmesine bakarız. Əvəzliklər. The class is planning a party for the last day of school. Məktəb dərsinin son günündə parti hazırlamaq planlaşdırırdı. Parti planlaşdırırdı. Deməli, söhbət sinifdən gedir və sinifin ayrı-ayrı üzvlərindən artıq danışırıq. Sinif ümumi bir anlayış olduğu üçün iz verib, xəbər, okey. Keçirik ikinci səhifə. Going to bring many kinds of food and invite some friends to celebrate with. Baxın, kim edir bunu? İkiz verə bilmərik. Sinif cansız daxil. Sinif özü niyə nəsə təşkil eləsin ki? They are, bəli, düzgündür. They are going to bring many kinds of food and invite some of its friends olmaz. Öz dostlarından söhbət gedir. Dostlar canlıdır. Their friends. To celebrate with them. Burada it is var. İ'də isə boşluq qoyub. Some of friends. Kimin dostları bilmirik. Yaxı cavabımız C bəndi. İkiyə baxırıq. After emerging from the water, Anhinga tosses the fish into the air and catches. Baxın, söhbət fishdən gedir. Anhinga fişi göğe, balığı göğe atır. It. Immediately swallows it head first. Və sonra onun başını birinci udur. It və it, hər ikisində it verir, çünki söhbət Anhinga da təkdədir, it, fish də təkdədir. Bir cavabımız ibəndir. 3'ə baxırıq. Very few will have learned of before and he won't hang around long before enough to make a name for. Very few will have learned of him before. Baxın, buradakı he bizə deyir ki, mənim əvəzliyimi he ilə əvəzlik verir. Ona görə as getdi, them getdi, theirs getdi. İki variant arasında qalır. To make a name for its niyə? For himself. Çox az insan bilirdi ki, onun haqqında çox az insan əvvəllər bilirdi və öz adı üçün onun ətrafda gəzdiyini, gəzinəcəyini öyrənmişdi. Nəsə belə bir şeylər. Him və himself cavabımız bilməlidir. 4'ə baxırıq. You and your classmates are talking to. Baxın, you var, your var. İki söhbət iki nəfərdən gedir və each other olacaq. Yourself olmaz. Themselves çox adam deyil. One another'da. Yourself elə each other bir dənə cavab bilsəz ki, söhbət iki nəfərdən gedir. Each other'dan verirsiniz. You introduce yourself to your partner. Özünü partnyoruna təqdim et. 5'ə baxırıq. Every year the bank sends my husband and me a big credit card bill. Baxın, every year the bank sends his husband and he a big olmaz. Mine husband olmaz. Mine'dan sonra isim gəlmir. İsimli form axtarırıq. Him husband olmur. Hers'dən sonra isim gəlmir. Cavabımız C bəndi. 6'ya baxırıq. Diqqətli olun. Çətin heç nə yoxdur. Sadəcə olaraq diqqətli olsaz, asanlıqla testlərin öhdəsindən gələ bilərsiniz. After work, Mr. Gray asked to speak to Tim and me about the company's new policies. Bəli, düzgündür. Me, I olmaz. Speak to Tim and me, mənə. Mən yox. Mənə və mənimlə və ayla danışır. Me, düzdür. İkinci səhifə baxır. About the company's new policies. He explained them, düzdür, to us. Onları bizə başa saldı. Baxın, söhbət polissiz cəmdə olduğu üçün bura zəm verməliyik. İç verə bilmərik. İkinci səhifə. Them düzgündür. He explains them, onları bizə, to us, bizə başa saldı. And asked for our opinions. Baxın, isimli cəmdədir. Niyə ours veririk ki? Our. Cavabımız ibəndir. 7'ye baxın. When I entered the room, I saw her sitting alone. She was talking by herself, yox, to herself. Öz-özünə danışırdı. They are special classes for those who have. Those olar. Baxın, have var cəmdədir. Ona görə he olmaz, the one olmaz. Their verə bilmərik. Theirdən sonra isim lazımdır. İsmi yoxdur. İsim yoxdur. Cavabımız olacaq. Bir bəndə. 8'e baxırıq. Thanks for such a lovely evening. We really enjoyed ourselves. Bəli, şəxs əvəzliyimiz we idi. Burada ourselves olacaq.
Diğer variantları silək, ancaq ourselves fikrimiz ourselves olsun. The children were just wonderful. They really behaved. Söhbət children'dan gedir, ona görə themselves olacaq. Uşaqlar. Həmişə birinci sərfdə olan isimə baxın, əvəzliyə baxın və onunla uzlaşma aparın. 9-a baxırıq. How do you like my spider web decorations? I made them all by myself. Bəli, mənim spider hörümçək bəzəyini necə xoşladın? Onların hamısı mən özüm etmişəm. I don't want us to have to eat all this food by myself. Bəli, bəli. 10-cu sualımıza baxırıq. Find out the correct option. Düzgün seçimi tapırıq. A polar bear's ability to smell prey over a mile away is important to its survival olmaz. Its, apostrof S'siz olmalıdır. Apostrof S'siz, yəni its olmalıdır. Burada its səhvdir. Qələmimizi götürək. B'yə baxırıq. Texas is leading a producer of petroleum and natural gas. It's olmaz. It is olmalıdır. It is one of the apostrophe is olmalıydı. The research team tracks the migration of the whales to understand its impact. Apostrophe is çünkü özündən sonra isim gəlib. A variantında olduğu kimi. Public art has many different forms and functions, both when it's created, it is created. Apostrophe is olmalıdır. Though it is normal for children to speak before the age of 3, Einstein didn't say his first words until he was nearly 4. Bəli, cavabımız iyi bəli. 11-ə baxırıq. I have a wonderful family. I love. Familydən söhbət gedir. Familynin üzvlərindən söhbət gedir. Them. Very much. And they love me. They loves olmaz. It loves niyə? Axı, ailənin üzvlərindən söhbət gedir. Onlar da məni sevdi. Family ilə də it olmaz. 12-yə baxırıq. Our house is almost the same. Yadınızda saxlayın. The article ilə same söz işlənir. As our neighbor's house. The only, yenə də only sözü də the article ilə işlənir. The only difference is in appearance is that ours is grey, theirs is white. Bəli, bizim evimiz qonşunun evi ilə eynidir. Bircə fərqimiz bizim və bizimki boz, onlarınki isə ağ olmalıdır. Tom and Jack blamed, baxın söhbət, burada variantı qalamadım. İbəndidir burada. 13-ə baxırıq. Tom and Jack blamed themselves, 2 nəfərdən söhbət gedir, bəli. Bir də iç hazır verə bilərik. 3-dən 4 niyə olmaz deyə sual verirsəz, bu zaman yadınızda saxlayın ki, apostrof S-dən sonra mütləq şəkildə isim olmalıdır. İsim yoxdur, for the mistake-dir, cavabımız İbəndir. Bir-birlərini və özlərini günahlandırırdılar. 14-ə baxırıq. The officer rode 70 kilometer to officerdən söhbət gedir, officerdən söhbət gedir, zabitdən. O 70 kilometr öz evinə sürdü. Hers olmaz. Home city var, isimimiz var. As niyə bizim öz evinə sürüb? My home city. İkinci sərfə baxarıq. Olmaz, it's olmaz. Söhbət canlıdan gedir. Then turned a gun on himself. On itself olmaz. Axı, söhbət özünə gedir. O evinə 70 kilometrə sürdü və özünə silahı tutdu. Cavabımız B-bəndi. 15-ə baxırıq. Suala diqqətli olun. Belə bir sual sizə imtihana düşə bilər. Help yourself. Nə deməkdir help yourself? Nəsə, ingilislərdə bon appetit yoxdur, nuş olsun. Çox vaxt help yourself deyirlər. Onun əvəzinə baxaq variantlara. To be welcome to take something. Bəli, nəyisə götürməyə. Okay. Behave yourself. Behave yourself özünü düzgün apar mənasında deyirlər. To be good olar. She lives by herself. O təkcə yaşayırdı. By herself olanda, yəni öz-özünə təkcə yaşayırdı. To be alone without anybody. Bəli. Make yourself at home. To feel comfortable. Özünü evindəki kimi hiss et. Bu bizdə də var bu söz. Burası D. Behave yourself dedik. A.
B hansı variantda var? B, A, D, C, A bəndi. 16'ya baxırıq. Are these glasses? İsim var. İsim varsa deməli isimsiz formanı silirik. Yours. Are these my glasses? No, they are mine. Deyir ki, bu mənim eynəyimdir. Yox, bunlar mənimdir. Belə olmaz axı. Bu sənindir. Yox. Bu sənindir. She really needs our glasses. Bir bəndi daha yaxşıdır. Deyir ki, bu sənin eynəyindir. Yox. Məsələn, sən mənə soruşursan ki, bu sənin eynəyindir. Mən deyirəm ki, yox, sənin eynəyindir. Bu mənə də gedir. 17'ye baxırıq. Emphatic pronoun. Sadəcə olaraq sözünün qüvvətini artıran. You should count on yourself. Sən özün saymalısan. Take care of yourself when you are swimming. Üzən zaman diqqətli ol. Özünün qayğına qal. I've cut myself on the sharp tin. Mən özümü kəsdim bu iti tinli banka ilə. Believe in yourself, my dear. Özünə güvən, mənim əzizim. She herself kasır. Baxın, əvəzlik gəlib, qaydiş əvəzliyi gəlib, şəxs əvəzinin yanındadırsa deməli, burada nəsə emfatiklik bir şey var, vurğulayıcı bir şey var. O özü tortu kəsdi mənasında. Cavabımız ilməlidir. 18'e baxırıq. Most of national parks are plugged by ozone pollution. Nə istəyir bizim? Find out the extra word to make the sentence correct. Bəli, artıq olan sözü istəyir. Most of niyə? Most national parks. Of burada səhvdir. 19'a baxırıq. People who take care of others have a better chance staying healthy than they who don't. When Sally wants a letter, she pins hers. Niye hers? Herself olardı, özünü. Qələmizi götürək. Baxın, hers olmaz, getdi. Her yox, özünü deyər, him yox. Elə ikinci tərəflə cavab asanlıqla tapmaq olar. İnsanlar, özlərinin qarşısına qalan insanlar daha çox sağlam qalırlar. Sally loteriya udan zaman, qalib gələn zaman özünü çimdiklərdir. Cavabımız bir bəndi. Devam edək. Can I have some tea please? Mən biraz çay götürə bilərəm. Düzgündür, problem yoxdur. Qələmimiz hardadır? Bir düzdür, ikiyə bax. Some students like to read the whole text quickly to get the general idea. Düzdür. It can take some practice to get to know them. It takes olar. Niyə? It can take. Üç səhvdir. It can take. Okay, yaxşı. Götürək. They can return to that area at some time to choose another book. To choose other book. Səhvdir. I agree with what you say to some extent. Düzdür. He can come over for dinner some evening. He can come over for dinner. Səhvdir. Cavabımız bir bəndi. 21'e baxırıq. If wishes, if varsa anyone, anybody bunlardan birini verirsiniz. Nobody, iç getdi, some getdi. If anybody wishes to be a good doctor, əgər kimsə yaxşı bir həkim olmaq istəyirsə, they must be patient and have a strong moral sense. O çox səbirli olmalıdır və güclü intuisiyası olmalıdır, moral sense olmalıdır. According to the schedule, the boards have to come together any other week olmaz. Every other week. Cavabımız iyi bəndi. To discuss the problems at the branch office. Cədvələ görə problemləri müzakirə etmək üçün hər elə bir həftədən bir onlar birlikdə olmalıdırlar, gəlməlidirlər ofisə. 22'ye baxırıq. The wildlife of region is under threat of all region. The wildlife of the whole region is under threat and some rare animal species may become extinct. Bəli, cavabımız A bəndi. Bütün region təhdid altındadır və nadir heyvanlar yox olmaqdadır, nəsil kəsilməkdədir. 23'e baxırıq. When the little boy grabbed the lizard, kiçik oğlan kərtənkələni tutan zaman nə oldu?
Tail broke off. Its tail olar. Baxın, tail var, isim var. İsim olan zaman apostrof s verməyəcəksiniz. Buradakı apostrof s yarıkal değil axı, it is'dir. To be'dir. Ona göre olmaz. His tail olmaz. Its'lərin arasında qalırıq. Özündən sonra isim tələb edən. Karen William never took lessons. She taught herself olar. Özü öyrəndi. How to play the piano. As no one else cuts it as well as he does, I always have my haircut at Johnson's. Və heç kim mənim saçımı yaxşı kəsmədiyi üçün mən özüm öz saçımı Johnsonlarda kəsirəm. 24-ə baxırıq. That piece of cake was tasty. I think I'll have başka birini de istəyəcəm. Another. Some days are sunny. There other days. Bakın others olmaz. Qələmimiz hara getdi yenə. Others olmaz. Cəmlikdir. İki variant arasında qalırıq. We have two young French friends stranded. One in Chile. İki nəfərdən biri oradadır, biri burada. Yazırız, okeydir. B ilə C arasında qalmışıq. Baxaq. That piece of cake was this. I think I'll have others niyə? I'll have another. Başqa birini də götürəcəm. Bu dadlıdır. 25'e baxırıq. They don't pay me much. So I'm looking around for a good opportunity for myself. Bəli, onlar mənim üçün çox yaxşı ödəniş etmədilər. Ona görə mən başqa şərtlərə baxıram. I noticed that her watch and the clock in the room had both stopped at 20 minutes to 9. Mən düşünürəm ki, fikir verdim ki, mənim saatım divardakı saatla eyni deyil. Hər ikisi 20 dəqiqə, 9-20 dəqiqə qalmışlar, dayanmışdı, eynidir daha doğrusu. Tamız bir bəndi. 26'ya baxaq. There is a commercial coming up. It is the one where the bean can dance with a hot dog. Düzdür. Neither you can survive in this jungle if you don't help each other. Əgər bir-birinizə kömək etməsəz, hər ikiniz bu cəngəllikdə sağ qalmayacaqsınız. Kömək etməsəz qalmayacaqsınız. That's why verə bilmək. It is that is why deyə cümlə olmaz. Qələmimiz yenə hardadır? It is that's why nədir? It is that. No. It is this. No. It is the one. Daha yaxşıdır, daha düzgündür. 27'ye baxın. Although, baxmayaraq ki, nə olub baxmayaraq ki, no one in the team was told that nobody had ever explored that area before. They neither seemed eager for this exploration. Heç kimə deyilmədi ki, heç kim buranı tədqiq etməyib və heç nə alınmayıb, nəsə bir şeylər yox. Although everyone in the team was told. Hamıya, baxın was var, xəbər təkdədir, ona görə onları silirik. Hamıya deyilib ki, baxmayaraq ki, hamıya deyilib ki, heç kim buranı indiyə qədər tədqiq etməyib. They all seemed eager for this exploration. Onların hamısı buranı tədqiq etmək üçün maraqlı göründülər. Davam edək, 28'e baxaq. We hope doctors may someday be able to diagnose large lung cancer with something more than a quick swab of the mouth. Not only graduate but also undergraduate students find themselves in a troublesome position that can't be get rid of. Well, something about themselves. Cevabımız bir bənd olacaq, tərcümə edək. Deyir ki, həkimlər biz ümid edirik ki, ağciyər xərçəngini ağızdan cəld şəkildə diaqnoz qoya biləcəklər. Yalnız məzunlar yox, həm də məzun olmayan tələbələr də çox əziyyət çəkirlər bu pozisiyada, yəni ki, iş tapmağa nəzərdə tutulur. 29'a baxırıq. You won't see many people var. Another verə bilmərik, others verə bilmərik. Other people there at this time.
of year. Time sözü təkdədir. Ona görə this, that ola bilər. But now he doesn't belong to none of us. She said, looking at him without pity. Either but now none. İnkar var axı. Ora niyə none verək? Olmaz. Neither də verə bilmərik. Ona görə cavabımız bəndə either olur. Bu sabahlı someone has been calling and saying they have to talk to you about their schedule. Dizi baxın schedule cəmdə isimli it's olmaz. Digər variantlara baxaq. Hello Hannah, Kate, Peter. Help yourself olar. Help yourselves. Yourself və yaxud da yourselves olar. Ona görə bu variantlarda getdi. B və D arasında qaldıq. Someone has been calling and saying them have to talk olmaz. They saying they have to talk olar. Cavabımız D bəndi. Ümumiyyətlə əvəzlikdə hansı əvəzliklərdən sonra, yəni yəli əvəzliklərindən sonra isim gəlməyini əzbər bilməlisiniz. Obyekt formada olan əvəzliklər feillərdən sonra gəldiyini bilməlisiniz. Bunları bilərsinizsə, apostrof S-dir, məsələn, each others, one another, bayaq kilislərdə vardı. Onlardan sonra isim gəlməyini bildinizsə, yəni əvəzliklə çətin bir bölmə deyil, biraz çox az tərcümə istəyir. Diqqətli olmaq lazımdır, bəzən tərcümə lazım olur, ancaq qaydaları bildiyiniz zaman asanlıqla əvəzlik bölməsini işləyə bilirsiniz. Belə, inşallah ki, gələn dərslərdə bu videonun davamını çəkəcəm. Sualınız varsa şərhlər yaza bilərsiniz. Kanalımızı like edib abunə olmağı unutmayın. Hələlik.